Şəhər həyatından uzaq, iş həyatından uzaq deyərək gəldik, özümüzü verdik. Dörd bir tərəfimiz hal-hazırda dağlardır və bu psixoloji etapı sizinlə bir yerdə keçəcəyik. Biz bu bunlar bize lazım olacak. Burada koyduk beraber. Böyle. Bu da böyle. Kız evine gediydi atla, nağra zurna oluydu, çala çala. Neler var idi bu indiki kimi ne hardadır. Gedi beni girirler zalın içine. Hı. Ye heç ne yok. Kent toylarında. Moda oldu indi. İndi moda. Hem de moda olubdu da. Bir balaca qonaqlıq olan kimi qaçırlar neye? Restorana. İndikilər. Ben bunu əməlli başlı çok aldım. Ne üçün ya? Düzdü mü? Ne kadar oyun oldun? Çok koyulmaz. Kaçtı? Bu koy elə. Böyle bunu koymayayım onda. Ha koy Melik. O atam ha burada işləyəndə atam usta olub mən fəhlə olmuşum. Sement çıxartmışam, sement daşımışam. Bunlar uşaqlar xırda. Bunun Neçə ildir? Bu evdə neçə il yaşayırsınız? bu evdə Bu həyatda. 40 il. Mən 73-də rəhmətə gedibdi. O evi tikmişik. Kətçi. Cuma dedi, Saxur dili də deyəsən. Ha, Saxurca bilirsin. ha, ləzgidim nə oldu? Ləhdən Cuma indi nənə ləzgiz danışsa sən başa düşməzsən. Yox, bunlar heç bilmirlər. Şuramızın özü bilmir. Bəlkə danışasınız, bəlkə nəsə deyəsiniz. Başa düşməyə çalışırsınız. Cuma yoluna dost ne borna? Cumayka dostu alıp onunla. Yetər. Yox, o heç buradakı mən mehribansılığı açıq deyim, heç yerdə görmədim. Neçə ilin aşpazı var. Məsələn, Cumanın özü aşpazdır. Mən onu profesional aşpaz sayırım da. Çünki qəşəng bacarır, sürətlidir, əlinin şeyi var. Amma öz də həmişə deyir ki, deyir nənəmin elədiyi qədər dadlı çıxmır. Lobya şorbasını yiyipsən. Lobiya şorbası o kare simrəkdə olur. O Ha, o ən sevdiyim barbunya deyirlər. tam belə şeydən vurdu. Anama zəng eləyir, desin mən nətər sevirəm onu. Bəh, bəh, bəh. Nənə, Allah sənin canını sağ eləsin. Allah sənə uzun ömür versin. Burada turşumuz da var. Çörəyimiz. Və həmin sözü gedən şorba. Elə biz uşaq vaxtı yatırdıq, səhər dururduq, kim daha tez durdusa. O ki gecə qar yağırdı, hər yer ağ rəng olurdu. Onda gəlirdi, oyadanda başının üstündə sürpriz elə deyirlər və gözünü açırdı, baxırdı. O söz də işləndə bilirdi ki, artıq çöldə qar yağıb, qış vaxtıdır. Bu gün də o belə uşaq kimi sevindim həqiqətən. Ağ bax, açdım pəncərəni, pərdəni çəkdim, gördüm. İndi Bakıda olsaydım ya Ziya Bünyadov ya da ki Yusuf Səfərovun probkasında belə oturmuşdum. Mən də dedim lazım deyil. Sağ olun. O şəhər, o siz. Özümü verdim dağlara. Dağlara qar düşər, hələ mən yanaram, yanaram, yanaram mən yar. Yadıma yar düşər, həsrətdən donaram, donaram, donaram mən yar. Əslində planını qurduğumuz bir izlənmə sayı var ki, o izlənmə sayılarına çatsaq, həqiqətən istəyirik ki, seçilmiş bir şəxs gəlsin bizdən ən azı bir gün keçirsin. Biz burada hal-hazırda günümüz necə keçirsə, o da bizə qoşulsun. Zəhmət olmasa bir dənə göstər. Axşamlar çıxırıq gəzməyə və hər bacadan tüstülər çıxır və bir gözəl bir mənzərəmiz var. Onu da sizə göstərək.